Birinci əlamət, İmam Mehdi sahib əz-zamanın zühuru. İkinci əlamət, günəş doğacaq və günorta vaxtı qərbdə batacaq. Üçüncü əlamət, danışan heyvan əmələ gələcək. Dördüncü əlamət, böyük bir tüstü yer kürəsində yaşayan insanları bürüyəcəkdir. Beşinci əlamət, Dəccal peyda olacaq və bəyan edəcək ki, o Allahdır. Onu da qeyd etmək yerinə düşər ki, Dəccalın peyda olmağı haqda bütün peyğəmbərlər xəbər verir. Altıncı əlamət, İsa peyğəmbərin dirilməsidir. O, mələyin qənədləri üzərində göylərdən Dəməşqə inəcək. Yedinci əlamət, Yəcuc və Məcuc xalqlarının əmələ gəlməsi. Onlar möhkəm bədən quruluşuna malik olacaqlar, insanlar arasında nifaq və axlaqsızlıq yayacaqlar. 8-ci əlamət, 3 böyük zəlzələ, biri qərbdə, biri şərqdə, üçüncüsü isə Ərəbistan yarımadasında. 9-cu əlamət, Quranın qalxması, yəni Allah Taala yer üzündə imanlı insan qalmadığına görə bütün müqəddəs kitabları göylərə qaldıracaqdır. 10-cu əlamət, mömin insanlar qalmayacaq. 11-ci əlamət, yüngül, mülayim bir meh əsəcək ki, ilahi bütün möminləri onun vasitəsilə öldürəcək və Kəbə yoxa çıxacaqdır. 12-ci əlamət, Yəməndəki Ədən şəhərinin yaxınlığında nəhəng bir alov əmələ gələcək. Yer kürəsinin bütün insanları o oddan qaçacaqlar və sonda bir yerə toplaşacaqlar. Alov isə onları mühasirəyə alacaq. Bir sözlə, İslam dininə görə dünyanın sonu o qədər qorxulu olacaq ki, Allah Taala o vaxt üçün bütün möminləri öz yanına aparacaq və onlar həmin dəhşəti görməyəcək.